Hamza salam dostlar. Bu videoda Honor 600 Lite adlı telefonu incələyirik və həmən başlayaq. Dostlar, sizdən bir xahişim var, odur ki, bu videoya keçməmişdən əvvəl bu kanalı abunə olaraq videonu bəyənməyi unutmayın. Hər nəysə sizi incitmək istəmirəm, artıq başlayırıq. Dostlar, telefonumuz görmüş olduğunuz kimi alüminium çərçivədən istehsal olunub və çərçivələri də olduqca incədir və ön tərəfdən iPhone bənzəri ön kamerası və iPhone bənzəri arxa düzülüşü mövcuddur kameraların. Bir ədəd LED flaşı və 108 megapiksellik kamera, bir dənə də geniş bucaqlı kamera görmək mümkündür. Dostlar, orada görmüş olduğunuz kimi bir dənə də barmaq izi oxuyucusu mövcuddur. Yəni telefonun görünüşü həqiqətən yaxşıdır. Bunun bir də Pro modelləri var, daha güclüdür. Və həmən dostlar, telefonun texniki detallarına keçə bilərik. Dostlar, telefonumuz 2026-cı ilin martın 5-də istehsal olunub və həmin ayda bazara çıxmışdır. 180 qramlıq bir telefondur. Çox da ağır deyil, çünki burada alüminium çərçivədən istifadə olunubdur. Dostlar, yəni bu telefon IP66 sertifikatına sahibdir. Suya qarşı dayanıqlı bir telefondur. Alüminium çərçivəsi var, arxa tərəfi şüşədir. Option belə də, yəni premium hissiyatlı bir telefondur. AMOLED ekranı var dostlar, 120 Hz-dir və maksimum 6500 nit parlaqlığa çıxır. Ekran qoruması isə burada möhkəmləndirilmiş şüşədən olduğu məlum olur. Android 16 ilə işləyən telefonumuz MediaTek Dimensity 7100 Elite ilə işləyir. 6 nanometrlik prosesor. Octa-core'du dostlar, təbii ki 8 növəlidir və A78 və A55 növələridir. 2.4 GHz. Ekran kartımız isə Mali'nin 610'lardır. Yəni G610 2 növəli. Pis deyil, ortalama PUBG Mobile'da 60 FPS-i rahatlıqla görür. İsinməsi də az olasıdır, çünki 6 nanometrlik prosesordur bu. 108 megapiksellik kameramızın dostlar 1.8 diafragmadır. Gecə vaxtı yaxşı çəkə bilər və 5 megapiksellik ultra geniş bucaqlı kamerası var. O da f2.2 diafragmadır. 256 yaddaş, 12 RAM da bir yaddaşı olur. 16 megapiksellik kamerası ön kamerasıdır. Bu da 2.5'dir. Qaranlıqda yaxşı şəkil çəkmir. Wi-Fi, NFC zadı var dostlar. Bunu deməyə ehtiyac yoxdur. Cüt kolonkadır. 6520 mAh batareyadır. Bu da 45 Watt'dan işləyir. Prosesorumuz da yaxşıdır. Burada yəni o da deməkdir ki, həqiqətən bu telefon uzun müddət özellikle yaxşı saxlayacaqdır. Və Antutu halımız da budur dostlar. Yəni çox da yüksəliş yoxdur. Sadəcə 3 dərəcəlik, 4 dərəcəlik yüksəliş mövcuddur. Bu da 33 dərəcədən 36 dərəcə civarında gəlir çıxır. Telefonumuz 774 min xal yaxşıdır. Başlı milyona yaxındır. Yəni bu telefonu alıb siz rahatlıqla PUBG zada oynaya bilərsiniz. Problem yoxdur. Yaxşı YouTube azada hər şey yarayır. Heç nə dostlar, bu videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Premium təsiratlı telefonları birazdan yenə incələyəcəyik kanalımızda. Odur ki, izləmədə qalın.